qışda pomidor almağa ehtiyac yoxdur. Həm də saatlarla pomidor qaynatmağa da ehtiyac qalmır. Bildiyiniz bütün yeməklərdə də istifadə edə bilərsiniz. İstəsəniz pomidorun qabıqlarını soyarsınız, amma mən soymadım. Bütün pomidorları əl blenderindən keçirtdim. Siz bunu istəsəniz ət çəkəndən də edə bilərsiniz. Mən bu üsulu görər-görməz dedim ki, mütləq etməliyəm. Çünki qışda bütün yeməklərdə lazım olur. Həm də çox asan üsuldur. Pomidorun sezonu davam edərkən mütləq sizlər də alın edin. Tüm pomidorlar blenderdən keçirdikdən sonra kapron stəkanlara yığıram. Sonra isə hər birini buzluğa. Bir gün boyunca buzluqda qaldıqdan sonra hər birini çıxardıram. Stəkandan ayırıb hər birini paketə yığıram. Dedim ki, pomidorun buzu əriməmiş, tez paketə yığıb buzluğa yenidən yerləşdirəsiniz. Bildiyiniz can rahatlığıdır, qaynatmadan, saatlarla gözləmədən. Pisi də bu isti də ocaq başında yanıb qaralmadan. Sadəcə bircə saat vaxtınızı alır. Siz və buzluğa yerləşdirirsiniz. Günlük vloqum bu qədər. Səhifəmizi izləyib videoya da dəstək olmağı unutmayın. Mütləq yaddaşa verin ki, videonu itirməyəsiniz. Hazırlayan hər kəs